Hərəkət oxşarlıq, sual 53. AB BD-yə perpendikulardır, AY YC-yə perpendikulardır, CD BD-yə perpendikular olarsa və YD 6, DC 3, AC 15 bizdən AB-ni soruşur. AB yazaq X. Düzbucaqlı üçbucaq var 3 dənə. Bura alfa yazıram, burada olacaq beta. Bura 90 betadırsa, digər bucaqda qalır alfa, çünki cəm yüksək sənə tamamlanmalıdır. 90 alfadırsa, buradakı bucaqda betadır. Deməli, burada bu üçbucaqlar oxşardır. Oxşarlığa əsasən yaza bilərik ki, əvvəlcə baxırıq, deməli, baxaq, üçbucaq CDY-yə. Düzbucaqlı üçbucaqdır. Katetləri, kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Buraya yazaq, bir A yazaq. Burada bir A yazsaq. Deməli, bərabərdir A-nın kvadratı. Buradan A bərabərdir. Kök altda 45 alınır. 9 vur 5, yəni 3 kök altda 5. Bura 3 kök altda 5 yazsaq. Digər tərəfdən bu düzbucaqlı üçbucaqda hipotenuz 15-dir. Katetlərdən biri 3 kök 5. Digər kateti, yəni B-ni tapa bilərik. Yenə Pifaqor teoremi. Katetləri, kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. 3 kök 5-in kvadratı üstə gəl B kvadratı bərabərdir 15-in kvadratı. Buradan B bərabərdir 6 kök 5 alınır. Yəni bunlar vaxt getməsin deyə əvvəlcədən hesablamışam. Bura 6 kök 5-dir. İndi oxşarlığa tətbiq edirik. Biz bayaq demişdik ki, üçbucaq C, D, Y oxşardır üçbucaq deməli Y, B, A-ya. Həmin üçbucaqların oxşarlığından götürürük biz 90 dərəcəli bucağın qarşısındakı tərəfi, yəni CY-nin digər üçbucaqda AY-yə nisbəti bərabərdir. Deməli, DY-nin digər üçbucaqda da AB-yə nisbətini. Bu iki tərəfləri götürsək bizə kifayətdir. CY-miz 3 kök 5, AY-miz 6 kök 5 bərabərdir. DY-miz deməli 6-dır. AB-miz də X. Burada kök 5-lər ixtisar getdi. 3X bərabərdir 36-ya. X olacaq 12. Düzgün cavab C variantı.